Beynəlxalq Qalereyada 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş işıq sürətində xəbər mövzusunda tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Xəbərtayım saytının rəhbəri Yeganə Telman qızı, İlk Xəbər saytının rəhbəri Xanoğlan Əhmədov, Təzadlar qəzetinin redaktoru Yasəmən Məmmədova, Bakı Xəbər saytının redaktoru Samirə Səfərova, Faktinfo saytının rəhbəri Raci Səfərov, iMedia kampaniya şirkətinin rəhbəri Almaz Yaşar, jurnalist Cəfər Cəfərov, Xəbər Ekspress saytının operatoru Xatirə Məmmədova, Bayraqdar Info saytının əməkdaşı Nadir Azəri və Dünya Xəbər saytının rəhbəri Dünya Əliyeva iştirak ediblər. Eyni zamanda tədbirdə rəssamlar, Artflow Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEISM brendinin rəhbəri Aygün Kamil qızı, Massivi brendinin rəhbəri Sevinç Hüseynova, gənc rəssamlar Günal Məcidsoy, Zeynəb Əzizli və ehtiyatda olan baş gizir Könül Əzimova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb. Bugün Yeni Azərbaycan Partiyası, Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş tədbirimizdə vətənimizə, dövlətimizə sadiq olan, davamiyyətli olaraq hər zaman vətənimizin uğurunu paylaşan gözəl jurnalistlərimiz təltif olundular, rəssamlarımız. Hər birinizə uğurlar arzulayırıq. Çox sağ olun. Jurnalistlər çıxışlarında Beynəlxalq Qalereyanın Azərbaycanı ölkə daxilində və xaricdə yüksək səviyyədə təmsil etdiyini vurğulayıb. Qalereyanın gələcək fəaliyyətində uğurlar arzulayıblar. Tədbirdə iştirak edən media nümayəndələri Beynəlxalq Qalereya ilə əməkdaşlığa, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda və Azərbaycançılıq ideologiyasında tərbiyə olunması məqsədi ilə təşkil olunan sərgi tədbirlərin işıqlandırılmasında göstərdikləri dəstəyə görə təltif olunublar. Həmçinin rəssamlar milli mətbuatımızın 151 illik şərəfli yoluna ehtiram əlaməti olaraq il ərzində təşkil edilən ictimai tədbirlərdə və sərgilərdə göstərdikləri fəallığa və təşəbbüskarlığa görə təltif olunublar. Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə fotoları çəkilib.